Əbədiyyət axtarışında donmuş zaman rubrikamızın növbəti ünvanındayıq. Azərbaycan professional vokal sənətinin banisi, müsəlman dünyasında ilk vokalçı, şərq oxumasından Avropa oxuma məktəbinə keçmiş dahi şəxsiyyət, novator Bülbülün ev muzeyindəyik. 10 iyun 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə muzeyin açılışı olmuşdu. Ekspozisiya 4 otaqdan ibarətdir. Onlardan yataq, qonaq və iş otaqları Bülbülün sağlığında olduğu kimi qorunub saxlanılmışdı. Azərbaycan professional vokal sənətinin banisi Bülbül 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Əsl adı Murtuza olub, bülbülləri təqlid etdiyinə görə xalq ona Bülbül adı vermişdir. Gördüyünüz Şuşadakı evinin maketidir, muzeydə nümayiş olunur. Biz hal-hazırda qonaq otağındayıq. Dövrünün məşhur şəxsləri Bülbülün bu evində qonaq olmuşlar. Üzərində səmimi sözlər yazmış, şəkillərini, notlarını, kitablarını Bülbülə bağışlayıblar. Biz hal-hazırda Bülbülün iş otağındayıq. Gördüyünüz bu yazı masası üzərində Bülbülün şəxsi əşyaları, saatı, eynəyi, təsbehi, Ərəb Respublikası Prezidenti Camal Əbdülnasir tərəfindən bağışlanmış sülh göyərçini, Sumqayıt Alüminium Zavodunun fəhlələri tərəfindən hədiyyə olunmuş alüminium parçası stenddə nümayiş olunur. Gördüyünüz bu piano 30-cu illərdə Azərbaycan hökuməti tərəfindən Bülbülə hədiyyə olunmuşdur. Deməli, görkəmli bəstəkar Fikrət Əmirovun məşhur simfonik muğamları olan Şur və Kür Dovşarı bu pianinoda Bülbülün təşəbbüsü ilə yaradılmışdır. Ekspozisiyanın bu hissəsi vaxtilə uşaq otağı olmuşdu. Muzeyin açılışından sonra bu otaq sərgi zalı kimi fəaliyyət göstərmişdi. Bülbül 400 dəfədən artıq Koroğlu obrazında çıxış etmişdi. 40 il opera səhnəsində istifadə etdiyi Grim və Grim çantası da muzeydə nümayiş olunur. – 1987-ci ildə Bülbülün 90 illik yubileyi münasibətilə toxunmuş bu xalça muzeyə hədiyyə olunmuşdu.